Əməkdar artist Anar Heybətov səhnə həyatı ilə bağlı duyğusal etiraflar edib. Publikaz xəbər verir ki, aktyor günü uğurla verilişində yaxınlarını itirdiyi günlərdə belə səhnəyə çıxmaq məcburiyyətində qaldığını deyib. Stat: 2011-ci il iyunun 4-də anam dünyasını dəyişdi. Ayın 5-də premyerada oynamalıydım. Tamaşanı oynadım. Atam hətta əmim rəhmətə gedəndə də premyera günü idi. Səhnəyə çıxmağa yarım saat qalmış ölüm xəbərini eşitmişdim. Çıxıb tamaşanı oynadım. Azər Paşa Neymətov teatrın rəhbəri idi. Onun vəfat etdiyi gün Ölülər tamaşasını oynamalıydıq. Ayın 7-sində görüşdük. Dedim ki 9-da görüşərik. Sonra maraqlı şəkildə qismət dedi. Mən fərqinə varmadım. Tamaşa günü saat 5 radələrində internetdə onun vəfat etdiyini oxudum. İnanmadım. Düşündüm ki yalandır. Sonra anladım ki onu həmin gün teatrda heç görməmişəm. Həmin gündə tamaşanı təxirə salmadıq, oynadıq. Statın sonu. Aktyor bildirib ki, tamaşaçı qarşısında məsuliyyət hissi onları ən ağır günlərdə belə səhnəyə çıxmağa vadar edir. Stat: Tamaşaçının günahı yoxdur. Bilet alıb gəlir. Bəzən yüksək hərarətlə də oynamışıq. Teatrda səhnəyə çıxanda bütün dərdini unudursan. Səhnədən enəndən sonra isə yenə dərdinlə baş-başa qalırsan. Statın sonu.